Gününüz nura boyansın. Çox hörmətli Azərilər, çox hörmətli ANSMB televiziyasının izləyiciləri. Sizlərlə 2025-ci təqvim ilinin son ayında, yəni dekabrda görüşürük. Bu dəfəki görüşümüz ayın birinci 10 günlüyündən sonraya təsadüf eləyir. Belə ki, bugün 14 dekabr 2025-ci il tarixidir və həftənin bazar günüdür. Əlbəttə, həftənin bazar günü olsa da, istər-istəməz bu, necə deyərlər, proqramı dinləyənlər arasında yalnız bazar adamları yoxdur. Mən düşünürəm ki, bax bu poeziya saatı, indi əlbəttə biz sizlərlə poeziya saatı proqramında görüşürük. Qoy onu da xatırladım sizlərə. Yəni bu poeziya saatı proqramını dinləyən auditoriyada təbii ki, çox müxtəlif siniflərdən, müxtəlif kateqoriyalardan insanlar var. Yəni onlar necə deyərlər, bazar əhli deyirlər. Və düşünürəm ki, bu poeziya saatı proqramında mənim sizlərə təqdim eləyəcəyim şeirlər də ürəyinizcə olacaq. Bəs bu dəfə mən sizlərə hansı mövzuda şeirlər təqdim eləyəcəm? Təbii ki, çox hörmətli izləyicilər, ANSMB televiziyasının, ANSMB mediasının poeziya saatı proqramında mənim bu dəfə sizlərə təqdim eləyəcəyim şeirlərin əsas mövzusu cəmiyyətimizdəki xoşagəlməz hallardan götürülüb. Real həyat faktlarından qaynaqlanıb. Və beləliklə mən azərcalaqların, yəni azərlikdən uzaq olan, azərlik mənəviyyatına zidd olan psixologiya ilə yaşayan insanların surətlərini bax indi təqdim eləyəcəyim tənqidi şeirlərdə sizlərə çatdıracağım. Beləliklə ilk şeirimi təqdim eləyirəm. İlk şeirimin adı belədir: Çaqqalların xoru. Beləliklə, çaqqalların xoru. Ulaşır gecələr çaqqallar yenə, səs salır zülmətin dərinliyinə. Duyub düşündükcə bu ibrət anı, xatırladır mənə neçə insanı. Məsələn, iş verən xain bir kəsin, o çaqqal xorunda duyuram səsin. Yenə əvvəlki tək oxuyur zildən, bəm notlar alsa da həzin fəsildən. Yaxud da fahişə, alçaq bir qadın, o xorda göstərir öz istedadın. Hansısa müdirə solo oxuyur, hardasa bir mərdə torba toxuyur. Güya kişi olan başqa nəfərin xorda çıxışına düşür afərin. Zənən tək incəldib qalın səsini, vurur o da çaqqal zənguləsini. Oxuyur o xorda uca səslə gür, şəhid plakatın söktürən məmur. Baxaraq düşmənin yazdığı nota elə oxuyur ki, törətmir xəta. O xorda saxtakar ağsaqqal da var. Başqa sözlə desək, ağçaqqal da var. Səsi qulaqlara gəlsə də həlim, pozğundur əxlaqı, deyildir səlim. O xorda ev yıxan ağ birçək də var. Səsi isə gah artar, gah da azalar. Çox vaxt oxuduğun pəstdən oxuyar, həmişə mənfidən, nəsdən oxuyar. Şübhə yox ki, çaqqalların xorunda xüsusi rolu var dirijorun da. Qalxdıqca, endikcə çubuğu onun,
Dəyişir çaqqallar səsinin tonun. Sözsüz çaqqal çoxdur olsam sayası, uzundur onların simfoniyası. Odur ki, fikrimi edib müxtəsər, qoydum öz nöqtəmi, bitdi bu əsər. Əlbəttə, hörmətli izləyicilər, mənim bu tənqidi şeirimdəki prototipləri siz özünüz bir qədər bəsirət gözlərinizi açsanız, görə, üzr istəyirəm, bilərsiniz. Keçirəm başqa bir tənqidi mövzuda yazdığım şeirə. Şeirimin adı belədir. Müttəhimlər. Üzr istəyirəm. Deyilərkən qalxın məhkəmə gəlir. Qəlbimdən belə bir nida yüksəlir. Söylə, bu həyatda axı kimdir, kim? Kürsüyə yaraşan əsl müttəhim. Əgər təqsirkara edirsə rəhim, hakimin özüdür əsl müttəhim. Çünki aldığını saxlayaraq sir, olur tamahına, nəfsinə əsir. Yalanın uğrunda dil tökürsə dil, sözsüz ki, müttəhim özüdür vəkil. O da bir quruşa satıb vicdanın, pulun ayağına atıb vicdanın. Müstəntiq haqlıya böhtan atırsa, sübutu, dəlili pulla satırsa, ən alçaq müttəhim özüdür onun. Tutub qandallamaq gərəkdir qolun. Qanundan ov üçün tor qurursa tor, müttəhim özüdür həmin prokuror. Qanunun qüvvəsi, gücü ilə tam, yalnız ona düşür bütün ittiham. Pagonla öz çiynin qoruyan polis, xain müttəhimdir, satqından da pis. Siz bu xəyanəti soruşun ondan, ittiham sədası gəlsin salondan. Yəqin maraqlıdır, bəs daha kimlər sayılır həyatda? Müttəhimlər. Sevməyib ailə quran bir qadın, qırır arzusunun qolun, qanadın. Bilmək istəsəniz sizlər kimdir o? Könlü qarşısında müttəhimdir o. Mənsəbə, imkana aldanan kişi, sevirsə qadın yox, sadəcə dişi. Arvadın xəyanət olur vərdişi. Niyə qarğıyırsan onda gərdişi? Zehnində zərrə də yox isə fəhim. Dövran deyil əsla, sənsən müttəhim. Dövlətin başında duran bir insan, əgər ədaləti sayırsa nöqsan, gərək Əzraildən ummasın rəhim. Çünki o, cəzaya məhkum müttəhim. Əgər bir namərdi əfv edirsə mərd, axırda bu ona dərd gətirər, dərd. Namərd xeyrxaha zərbə vuranda, mərd özü müttəhim olur o anda. Sərrafam, çoxunu etdim ittiham. Şeir bütövləşdi, sözüm oldu tam. Ancaq var ilhamım, yazacam yenə. Bu həyat mövzular verdikcə mənə. Əlbəttə, hörmətli izləyicilərimiz, bu həyat mənə mövzular verdikcə qeyd elədiyim kimi mən onları yazmaqda davam eləyəcəm və indi sizə növbəti tənqidi məzmunlu şeirimi təqdim eləyirəm. Şeirin adı belədir: Bayraq günündə düşüncələr. Adam var, döşündə bayraq nişanı, qəlbində gəzdirmir Azərbaycanı. Yalnız pencəyinə sancır bayrağı, fəqət millətinə kəsilir yağı. Danışır evində, yadın dilində, heç asmır bayrağı öz mənzilində. Qoruyur divarın vətənin daşı, ancaq saya salmır heç vətəndaşı.
Nəzərində ölkə, dövlət kiçilir. Amma ki, millətə vəkil seçilir. Mənimsiyir seçicinin səsini, doldurmaq üçün şəxsi pul kisəsini. Üç rəngli bayraqla uyuşmur rəngi, vardır onda bu qələmun ahəngi. Rəngdən rəngə düşür yaltaq sifəti, qalın gönə bənzər üzünün əti. Bayraq dalğalanan şəhid məzarı, onun üçün sadəcə reyting bazarı. Gəlib quru-quru danışıb gedər, sözündə ruh olmaz, gözündə kədər. Bayraq qoyulsa da iş masasında, satar əqidəsin cib əsasında. Gah türkçü, gah da ki rusofil olar, it kimi yadların boşqabın yalar. Fəqət müqəddəsdir dövlət bayrağı, alçaldıb etməyin sərvət bayrağı. O daim hər yerdə yüksəlsin gərək, bir daha enməsin bizdən küsərək. Əlbəttə, bayraq bizdən küsməməlidir və ona görə də enməməlidir. Və bayrağın vətəndaşdan küsməməsi üçün gərək məmurlar, məmur sinifi ədalətli davrana, ədalətli hərəkətlər eləyə. Və vətən çox müqəddəsdir, hörmətli izləyicilərim. Elə bu məqamda istəyirəm ki, sizlərə Qürbət ilə Vətənin söhbəti adlı şeirimi təqdim eləyim. Bu şeirdə tənqidi realizm metodu üzrə yazılıb, ancaq bir qədər fəlsəfi istiqamət, yəni tənqidi çalarla, tənqidi cəhətlə paralel gedir. Bu şeirdə ancaq mahiyyətcə tənqidi şeirdir. Beləliklə, Qürbət ilə Vətənin söhbəti. Qürbət məmnunluqla dedi Vətənə, çox sağ ol, təşəkkür edirəm sənə. Malın, mülkün, sərvətimi artırır. Məmurların hörmətimi artırır. Onlar sabiq olub gələndən bəri mənə xidmət edir hər bir nəfəri. Kimi məmuruma sirrini satır, kimi əqidəsin, kim dini satır. Yatır banklarımda xalqının pulu, artırıb məbləğin rüşvət üsulu. Oğurlanıb neçə təqaüd maaş, səndə qalmayıbdır daş üstündə daş. Bir bəzəkli viranəyə dönmüsən. Çilçırağın parlasa da sönmüsən. Ziyalının ziyası düşmür sənə, çünki rüşvət pərdə çəkib üzünə. İş, vəzifə nadanına verilib, aliminsə bazara göndərilib. Xainini ağuşuna almışam, ona cənnət, sənə qürbət olmuşam. Dinləyib qürbəti söylədi Vətən. Çoxlarına şöhrət, şan olmuşam mən. Fəqət şəhidimə qan olmuşam mən. Həqiqi sevənim yalnız odur, bil. Harım məmurun ki, məhəbbət deyil. O mənim neftimi, qazımı sevir. Güya kamanımı, sazımı sevir. Dilucu Qorquddan danışsa belə, edir zümzüməsin çastuşqa ilə. Həzin ruhaniyə qaynamır qanı, axtarır gözləri balalaykanı. Düşmən işğalından olsam da azad, rüşvət işğalında qalmışam, heyhat. Nəhayət vətənin bitəndə sözü, yaşardı kədərdən qürbətin gözü. Dedi, kimə isə vətənəm mən də,
bədgüman oluram səni görəndə. Salsalar halına məni də bir gün, cənnət adlanmağım olarmı düzgün? Sözsüz cavab vermək çətindir, çətin. Bax bu qəliz sualına qürbətin. Odur ki, burada qoyub nöqtəni, vətən, söyləyirəm, sevirəm səni. Sərraf özün kimi dönməz, mətindir. Ruhunun qidası məhəbbətindir. Əlbəttə, hörmətli izləyicilərimiz, bax, Poeziya Saatı proqramında elə o yazdığım son misra ilə bax, bu dəfəki görüşümüzə yekun vurmaq istəyirəm. Bəli, mənə qüvvə verən, məni yaşadan Odlar yurdunun, Azərbaycanın özüdür. Bu Odlar yurduna, Azərbaycana olan məhəbbətimdir. Var olsun Azərilər, var olsun Azərbaycan, yaşasın Odlar yurdumuz. İnşallah görüşərik yenə.